2 ay bundan əvvəl konsert oldu. Bəli. Və uğurlu da keçdi, mən səhv eləmirəmsə. Gözəl keçdi qardaşım. Həqiqətən mən hamıya arzu edirəm Zabitə xanıma da. Ümumiyyətlə ifaçılar üçün ən böyük xoşbəxtlik bizim Azərbaycan dilində xoşbəxtçilik sözü yoxdur, xoşbəxtlik. Ən gözəl xoşbəxtlik konsertdir. Konsert düzdür, nə qədər də biz desək ki, çətin də eləmək, bu bəhanə deyil, amma arzu edirəm Heydər Əliyev sarayında. Çünki o saray hamımızın arzusudur. Orada hamı üçün, yəni bütün ifaçıların konserti olsun. Mənim konsertim çox gözəl keçdi. Çox ürəyimcan oldu. Mən təşəkkür edirəm hər bir kəsə, orada gəlib məni qulaq asıb dinləyən hər bir Azərbaycan balasına, xanımına, bəyinə, hamıya çox sağ ol deyirəm. Və buradan da əllərindən öpürəm Elmira xanımın. Allah razı olsun. Mənə konsertimdə çox böyük dəstək, dayaq oldular. Çox həyəcanlı idim. İndi dedin İlqar, yəni o qayıtdım ora. Yəni nə qədər də desən ki, məsələn, özünü toparlasan, rahat olsan belə, həyəcan var, həmişə olmağına var. Amma bir çox ifaçılarda, bunu da qeyd edeyim, həyəcanı üstələyən bir şey var ki, onu çox olmaz eləmək. Bir dəfə Teymur müəllim buradan salamlayıram, mənə bir söz dedi. Azərbaycanın finalı idi. Elə bir konsertə harca 1 saat qalıb. Gördü ki, həqiqətən də mən çox həyəcanlı idim və Zabitə xanım da təsdiqləyər. Elə konsertlər olub ki, həyəcandan oxuya-oxuya insan hiss edir ki, bu mədədən bir dənə ağrı belə gəlir də. Mən çıxmamış qayıtdı ki, biraz rahat olun dedi. Biraz da danışıq belə deyir, ay oğlum, biraz rahat olun. Qara ev oturmayıb ki orada, Üzeyir Hacıbev oturmayıb ki. Ən uzağı sənin yaşlılarındır. Biraz, yəni həyəcan olmağı gözəldir, amma gərək onu imkan verməyəsən çox keçsin. Yəni mən konsertimə niyə bunları deyirəm? Konsertimə mən çox hazırlaşmadım. Bəzi insanlar var ki, məsələn, qəribə gəlir. Məşqlərin əvvəlinə gələ bilmədim, özüm yəni getmədim. Çünki məndə istər-istəməz bu alışmışam bu şeyə. Ortalardan 2 məşq etdim, o da 2-3 mahnı. Son məşqə də gəldim, gördüm biraz baş qarşı söhbəti aradan çıxdı. Bu hamısı konsertdə köklənməyə yəni xeyir edir. Təbii ki, musiqiçilər parçalarını bildilər, mahnıları bildilər, hazırlaşdılar. Yəni ifaçı konsertdən qabaq o qədər oxuyur mahnıları, oxuyur ki, ora çatanda istər-istəməz yəni nə isə saxlamalısan. Və bir də konsertimdə mən buradan Gövhər xanımı da salamlayıram, Gövhər Həsənzadəni, bizim dəyərli bəstəkarımızı. İlk Heydər Əliyev sarayında mənim çıxışım 97-ci ildə olub. Gənclik günü, yəni fevralın 2-si, Allah ulu öndərimizə qəndi-qəndi rəhmət eləsin, onun qarşısında oxumaq qismət olub mənə. Gövhər xanımın əziyyəti çox oldu bu konsertdə. Sadəcə olaraq Gövhər xanım incidi getdi konsertdə məndən. Mən oxuya-oxuya repertuarı istər-istəməz, elə bir ki, biz nə proqram tutmuşduq. Oxuya-oxuya hiss edirəm ki, yəni o repertuarı tutmuşuq, yəni biraz çıxdım o repertuardan. Başqa cür oldu. Hətta bir məqamı da deyim, oxuyuram. Buradan salamlayıram Vüqar müəllim Mirzəyevin, sən yoxsan oxuyuram. Qəlbimdə sevda var, bir eşqmin mənə var, mən varam, dünya var, bir tək sən yoxsan, sənə aid səs var, yanımda hər kəs var, niyə onlar bəs var, bir tək sən yoxsan. Bu mahnını oxuduğum məqamdır. Ürəyimdə fikirləşirəm ki, Aynur xanımı görürəm, öndə oturub Səmədzadənin dəyərli bəstəkarımız, belə eləm ürəyimdə. Oxuya-oxuya, deyirəm ki, ay Allah, Aynur xanımın mahnısı, bir dənə mahnısını mən oxumadım, necə konsert, hansı həyəcandan, yadımdan çıxıb ki, konsert. Və mahnını oxudum, bitirdim, gördüm, Eldar müəllim oradan deyir ki, piyanoçumuz. Bəs, neysə deyirəm, Eldar müəllim, deyirsiniz, qovuşacaq, deyirəm, nə? Deyir, ruhumuz qovuşacaq. Ondan sonra düşdüm səhnəyə, Aygün xanımın əlindən öpdüm, bir yerdə oxuduq. Yəni, bu belə gözəl oldu. Ayazı dəvət elədim səhnəyə. Bizim hamımız, yəni mən bizim deyəndə kim nəzər tuturam? Ayaz Qasımovu, buradan salamlayıram, Nurlan Növrəsini, bütün Azərbaycanın iştirakçılarını, biz xalqımızın SMS-i ilə yəni gəlmişik də, SMS müğənnisi ilə, bundan da utanmıram. Yəni Azərbaycan bizim üçün bir çıxış oldu, yəni başlanğıc oldu səhnəyə. Amma Zabitə xanım yəni müsabiqədən gəlməyib. Müsabiqədən gəlmişsən, hə? Məsələn, mən müsabiqədən tanımıram onu. Mən onu sadəcə olaraq belə deyədim. Birdən elə gördüm ki, Zabitə oxuyur. Amma bizim... Amma oxuyur. Yox, mikrofon götürür. Sən muğam müsabiqəsinə gəlmişsən, hə? Maşallah. Yox, bəs niyə demirsən? Muğamdan gəlib. Bəs mən deyim axı, Zabitəli musiqi. 2011 muğam müsabiqəsindən
bizim dövlət televiziyamızda yayımlanır və o gündən də bu yana mən artıq dövlət televiziyamızın solistiyəm və mən Elton qardaşıma təşəkkürümü bildirirəm. O gözəl sözləri üçün mənim ətrafımda olan insanlar, tanıyan insanlar bilirlər ki, mən Eltonu o qədər çox istəyirəm. Dünyalar qədər çox istəyirəm və soruşanda ki, gün ərzində playlistimiz var da, belə kimi dinləyirsən, elə bir gün yoxdur ki, mən Eltonu dinləməyim. Yəni belə bir gün, sadəcə özü burdadır deyə demirəm, mən ümumiyyətlə çox belə kameralar, belə oynayan bir insan deyiləm. Həyatda tanıyan insanlar da bilirdi. O Zabit Əli məsələsinə gələk. Dünyalar qədər xətrini çox istəyirəm və sözün əsl mənasında cavan yaşında sənətkar adını qazanmış mənim qardaşımdır. Çox sevirəm. Allah Allah.